Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Türkiyənin Samsun şəhərində Azərbaycanın tələbə Nicat Kazımlı yol qəzasında həlak olub. Xəbər verilir ki, təcil yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub. Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatına aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı saxlanılan təcil yardım maşının sürücüsü Şakir isə həbs edilib. Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı 19 Mayıs Universitetinin stomatologiya fakültəsinin tələbəsi idi.